Hazırda Tehranın siyasi dairələrində İsrail kəşfiyyatının İran xüsusi xidmət orqanlarına və ordusuna aid gizli məlumatlara yüksək dəqiqliklə necə çıxış əldə etməsi ilə bağlı fəal müzakirələr gedir. Global Info az qeyd edir ki, bu məlumatların toplanmasında İranda yaşayan bir neçə erməni əsas rol oynayıb. Axar Azınvesti, AZA istinadla verdiyi məlumata görə təxminən 6-7 ay öncə Qərb ölkələrinin birində yaşayan erməni diasporunun tanınmış nümayəndələrindən biri Tehrana gəlib. O, böyük biznes yaratmaq bəhanəsi ilə əksəriyyəti yerli ermənilərdən ibarət komanda yaradıb. Daha sonra həmin diaspor rəhbəri bir neçə həftə Ermənistanda olub. Orada da yeni şirkət açıb. Həmin şirkət vasitəsilə o Qərb ölkələrindən, xüsusən də Fransadan Ermənistana ərzaq məhsulları ixrac etməyə başlayıb. Bu mallar daha sonra erməni şirkəti vasitəsilə yenidən İrana satılıb. Beləliklə, İran ordusunun yüksək rütbəli zabitləri ilə daimi əlaqə şəbəkəsi qurulub. Ticarət böyüdükcə əlaqələr şəxsi və hətta ailə bağlarına çevrildi. Məhz ordunu ərzaqla təmin edən bu erməni şirkətinin və onun rəhbərinin köməyi ilə mühüm məxfi məlumatlar əldə olunaraq qarşı tərəfə ötürülüb. Məlumatda qeyd edilib. Qeyd edilib ki, bu müddət ərzində Ermənistan hakimiyyəti də kənarda qalmayıb. İsrail hərbi silah istehsal edən müəssisələrdə və ya bu obyektlərə bağlı təşkilatlarda olan bütün İran vətəndaşlarına xəbərdarlıq mesajı göndərib. Bu haqda ordunun fars dilli sözçüsü Kamal Pəncasi çıxış edib. Hər kəs bu əraziləri dərhal tərk etməli və növbəti bildirişə qədər geri qayıtmamalıdır, qeyd edib. İsrail rəsmisi bildirib ki, bu ərazilərə yaxın olmaq İran vətəndaşlarının həyatı üçün ciddi təhlükə yaradır.